Mən Selcan Süleymanlı, Türkiyə Diyalət Vəkfi Bakı Türk Liseyinin məzunuyam. Hal-hazırda da Imperial College Londonda birinci kurs tələbəsiyəm, material elmlər və mühəndisliyi üzrə. Selcan, ötən il dünya ikincisindən qəbul alanda hiss etdiklərindən, bu il dünya birincisi universitetindən qəbul alanda hiss etdiklərin arasındakı fərq nə idi? Səni ən çox hansı həyəcanlandırdı? Hər nə qədər MIT-yə girmək mənim ən böyük arzularımdan biri olsa da, Imperial College mənim ilk universitet qəbulum olduğu üçün onda daha çox həyəcanlanmışdım. Amma bu proses ümumiyyətlə transfer tələbəsi kimi müraciət etdiyim üçün artıq bir qədər təcrübəliyəm. Selcan, astronomiya və fizika kimi çətin fənlərdə uğur qazanmısan da, heç yorulduğun anlar olub ki, məsəl üçün öz-özünə demisənmi ki, bəlkə başqa sahəyə yönəlim? Düzünü desəm, bir dəfə məndə belə bir hadisə baş verib 11-ci sinifdə olarkən Səudiyyə Ərəbistanında keçirilən Asiya Fizika Olimpiyadasının eksperiment mərhələsində, yəni təcrübi mərhələdə təzə bir alətlə tanış olmuşduq. Sadəcə, yəni həm sual çox çətin idi, həm də ki, alət indiyə kimi istifadə olunmamışdı deyə. Yəni tək mən yox, bütün şagirdlər çox çətinlik çəkmişdi. Sadəcə imtahanın özü 5 saatdır və o müddətdə də yəni heç kimdən xəbəriniz olmur. Yəni insan düşünür ki, bir dənə özü məsələn problemli yazır, amma həmin bir ərəfədə yəni sorğulamışdım özümü ki, yəni fizikaya gəlməklə düzmü eləmişəm bu tipli, amma daha sonra yəni nəticəm gözlədiyimdən yaxşı oldu. Eksperiment mərhələsi üçün yox, amma ümumi nəticəm yəni gözlədiyimdən yaxşı oldu. Yəni həvəsləndiricisi mükafata layiq görüldüm sonra. Fizikaya marağın, belə deyək də, texniki fənlərə marağın necə oldu ki, yarandı? 7-ci sinifdə oxuyarkən Respublika fən müsabiqələrində iştirak eləmək şansım olmuşdu. Yalnız bu vaxt pandemiya müddəti olduğu üçün açığı desəm, fizika, kimya və biologiya fənlərinin üçündə də zəif idim. Yəni çox da belə müsabiqədə medal alacaq səviyyədə deyil idim. Amma riyaziyyatım yaxşı olduğu üçün fizika sahəsinə yönəldim və fizikada mənə daha maraqlı gəldiyi üçün məsələn daha sonra da elə olimpiyadaya fizika sahəsində davam etmək qərarı verdim. Məsələn, bəzi şagirdlər var ki, fizikadan sonra riyaziyyatla davam edir ki, bunu da mənə məsləhət çox görmüşdü, amma mən fizikada davam eləmək qərarına gəldim. Səni digər namizədlərdən fərqləndirən, komissiyanın diqqətini çəkən o faktor nə idi? Yəni transfer müraciəti əslində mənim üçün yəni çox təzə bir qavram idi. Yəni burada yəni birinci kursa müraciətdən əlavə başqa bir lazım olan faktorlar da var idi ki, hansı ki, həm eyni zamanda müraciəti tamamlamaq, esseləri yazmaq, həm universitetdə qiymətləri yaxşı olması. Bununla yanaşı məhz universitet müəllimlərinin özündən də referans məktubu almaq var idi. Hansı ki, bizim sinifdə 120-dən artıq şagird var və məhz o müəllimlərin də uşaqları yaxından tanıması biraz çətin prosesdir. Ümumiyyətlə bu nəticələrin arxasında hansı fədakarlıqlardan